Avqustun 19-da olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə üstünlüğün nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Dağlıq ərazilərində qısa müddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi dağlıq ərazilərində duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 32-37 dərəcə isti. Dağlarda gecə 12-17 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq. Müasir dizayn, yüksək keyfiyyətli materiallar və peşəkar ustaların əməyi ilə hazırlanan mətbəx mebelləri, yataq dəstləri, qonaq otağı mebelləri, dolablar və fərdi sifarişlər bütün layihələriniz zövqünüzə uyğun hazırlanır. Etibar və güvənin ünvanı Məhrəmoğlu Mebel. Siz xəyal edin, biz gerçəyə çevirək.